Buyurun. Həqiqətən aktual, yəni cəmaət üçün aktual problemdir. Baxın, 2-3 ailənin birində şəkər var dedik və o da insandır, o da həyat yaşayır, o da həyatı boyu müxtəlif xəstəliklərlə qarşılaşır. Bu, istər terapevtik xəstəlik olsun, istər cərrahi xəstəlik. Mütləq bu adam müalicə olmalıdır. İstər terapevt yanında, istər cərrahi müalicə olmalıdır. Və buna baxmaq ki, bu şəkəri xəstədir, bunu müalicə eləmək olmaz, bu tam absurd bir fikirdir. Hətta onların müalicəyə daha çox ehtiyacı var, sağlam adamlara nisbətən. Şəkər həqiqətən əksər hallarda mən deyərdim ki, şikayətsiz aşkar olunur. Xəstə, əvvəla tez-tez qarşılaşırıq. Məsələn, xəstə gəlir, deyir ki, doktor, mən yoxlamışam, heç şəkərim yoxdur. Neçə dəfə yoxlamışam, evimizdə cihaz var, anamın, atamın və s. yoxlayırıq, heç bir şəkər yoxdur. Bu da yaralı məsələ. Və yaxud əksinə, doktor, mən yoxlayıram atamın cihazı ilə, məndə şəkər çıxır. Halbuki yoxlayırıq ki, bunda şəkər yoxdur. Məsələn, bir gün əvvəl şirin şeylər çox yeyə bilər, ona görə səhər acılıq şəkərdə şəkər yüksək çıxa bilər. Bu, o demək deyil ki, bu adam şəkər xəstəsidir. Bu halda və yaxud şəkər çıxmaz, bir gün qabaq diyet saxlayar, şirin şeylər çox yeməz, şəkər qaldıran qidalarla qidalanmaz, səhər müayinədən keçər, şəkəri yoxdur, halbuki bunun çox yüksək şəkərləri var. Bu halda, bəli, 3 aylıq şəkər, glikohemoqlobin deyilən müayinə var. Bununla yoxlayıb, son 3 ayda bu xəstənin şəkəri orta hesabla neçədir, onu bilə bilirik. Bu, artıq bütün laboratoriyalarda demək olar ki, var. Və bu, həkimə daha çox informasiya verir. Həm bu xəstənin şəkərli diabet xəstəsi olduğunu və yaxud şəkərli xəstə deyil, amma şəkər önü vəziyyətdədir, prediabet vəziyyətindədir. Yəni, müalicəmi, xüsusi diyetəmi, xüsusi həyat tərzinəmi ehtiyacı var. Bu, ilk növbədə həkimə informasiya veririk və biz də bu barədə xəstələrlə ətraflı söhbət edirik. Və bir də var, cərrahi müalicəyə gəlib, hər hansı bir problem üzündən bir cərrahi patologiyası var. Gəlir xəstəxanada əməliyyatdan qabaq təbii ki, paket müayinələr var. Yoxlanılan zaman aşkar olunur ki, bu insanda şəkər varmış. Halbuki, bu da insanda bir panika yaradır. Heç mənim atamda, anamda şəkər yoxdur, məndə hardan çıxdı və yaxud onlarda var, mən yoxlamışdım, məndə yoxdur, indi belə var. Təbii ki, bu halda əməliyyata əks göstəriş varmı? Yoxdur. Əgər xəstə planlı xəstədirsə, yəni bunun cərrahi patologiyası planlıdırsa, yəni bunu ertələmək olarsa, şəkər və yüksəkdirsə xəstədə, biz onu korreksiya eləyib, endokrinoloq, terapevt qoşaraq, korreksiya eləyib 3 gün, 5 gün, 1 ay, 10 gün və s. şəkər stabilləşəndən sonra cərrahi əməliyyata verilir. Yox, həyati göstərişlə əməliyyata gəlibsə, o artıq burada qaçılması bir faktı yoxdur, mütləq əməliyyat olur. Bu halda da güc düşür anesteziyoloq, reanimatoloq üzərinə ki, xəstəni qısa müddət ərzində hazırlasınlar və əməliyyat sırasında da nəzarət eləsinlər və əməliyyatdan sonraki devirdə də. Çünki ən təhlükəli budur. Məsələn, şəkər yüksəkdir, şəkər yüksəyi olmağı artıq bədən bunu öyrəşib. Ən təhlükəli odur ki, şəkəri ani şəkildə salırsan. Təbii ki, əməliyyata gedəndə də həkimlər insulin terapiyasına başlayır, mütləq başlanmalıdır və başlayanda şəkər sürətlə düşə bilər. Bu, insana daha çox mənfi təsir göstərir, nəinki onun qalxmağı. Beyin hüceyrələrinin ölümünə qədər gətirib çıxarda bilər. Ona görə də təcili həyatı göstərişlə əməliyyat olan xəstələr mütləq yaxşı xəstəxanalarda, xüsusilə anesteziyoloji, reanimatoloji xidmətlə tam təchiz olunmuş bir tibb müəssisələrində müalicə olmalıdırlar ki, qarşılaşa biləcək fəsadların vaxtında qarşısı alınsın.